Salamdır, axşamın xeyir olsun. Deməli, bax, 22-ci suala baxırıq. 22. Deyir ki, 5x kvadratı y. Bir hədlisinin qüvvətini və əmsalını tapın. Deməli, bunun əmsal ümumiyyətlə nə edilir? Hərfi ifadənin qarşısında duran ədədə əmsal deyilir. Bir hədlinin qüvvəti isə dərəcələri toplamaqla tapılır. Əgər y-in qüvvətində bir şey yoxsa, deməli 1 kimi hesab olunur. Və qüvvətləri də tapanda dərəcələri toplayırıq, olur 3. Yəni, əmsal 5, qüvvət 3. Qüvvət 3, əmsal 5, A variantı olmalıydı. Bu belə. Sonra 23-cü suala baxaq. 23-cü sual. Deməli, A bərabərdir 3x kvadrat çıxılsın 4x üstəgəl 1. B bərabərdir x kvadrat üstəgəl 5x çıxılsın 3. Çoxhədlərin cəmini tapır. Yəni, A çoxhədlisi ilə B çoxhədlisinin cəmini soruşur. Deməli, 3x kvadrat çıxılsın 4x üstəgəl 1, üstəgəl x kvadrat üstəgəl 5x çıxılsın 3 bərabərdir. Oxşar hədlərin islahı. 3x kvadrat üstəlik x kvadrat eləyir 4x kvadrat. 4 mənfi 4x müsbət 5x müxtəlif işarə çıxılır bölgün işarəsi, modulca bölgü olan işarəsi qalır. Müsbət 1 və mənfi 3. Birdən də 3 çıxanda qalır 2. Yəni 4x kvadrat üstəgəl x çıxılsın 2. Cavab A variantı. Sonra növbəti 24-cü suala baxaq. 24. Deməli, ifadəni sadələşdirin. 3 vurulsun, 2A çıxılsın B, çıxılsın, 2 vurulsun, 3A üstəgəl 2B ifadəsini sadələşdiririk. Deməli, bu bir hədlinin çox hədliyə vurulmasıdır. 3-ü bunların hər birisinə vururuq. 3-ü 2A-ya vuranda 6A çıxılsın, 3-ü B-yə vuranda 3B. Mənfi 2-ni 3A-ya vuranda mənfi 6A, mənfi 2-ni müsbət 2B-yə vuranda mənfi 4B. Oxşar bir hədlərin islahından istifadə edirik. Müsbət 6A, mənfi 6A islah getdi. Mənfi 3B çıxılsın 4B. Eyni işarəli hədlər toplanılır. İşarəsini saxlayır. Cavab olur mənfi 7B A variantı. Növbətiyə baxaq. Bir məhsulu tənlişdir. 25-ci sual. Deməli, 5x çıxılsın 8 bərabərdir 2x üstəgəl 1. 5x-i saxladıq. Müsbət 2x-i atsaq sol tərəfə, mənfi 2x. Mənfi 8-i atsaq sağ tərəfə, 1 üstəgəl 8. 5x-dən 2x çıxanda 3x, 1 üstə 8, 9. X də bərabər 9-u 3-ə böləndə 3 elədi A variantı. Növbəti 26-cı sual. Modulda 2x çıxılsın 1 bərabərdir 5 tənliyinin kökləri cəmi tapılır. Deməli, modul daxil ifadənin 2 qiyməti var, modul tənliklərin. Bir müsbəti, bir mənfisi. Yəni, bir dəfə 2x çıx 1-i 5-ə bərabər edirsən, bir dəfə 2x çıx 1-i mənfi 5-ə bərabər edirsən. Buradan 2x bərabərdir. Mənfi 1 atsan sağ tərəfə toplanılır 6x bərabərdir. 6-nı 2-yə böləndə 3 eləyir. Bir dəfə də 2x bərabərdir. Mənfi 1 atsan sağ tərəfə mənfi 5 üstəgəl 1. 2x bərabərdir. Mənfi 5 üstə 1 gələndə mənfi 4. X də bərabərdir. Mənfi 4-ü 2-yə böləndə mənfi 2. 1 kökü mənfi 2, 1 kökü 3. Köklərinin cəmini soruşur. 3 üstəgəl mənfi 2. Müxtəlif işarələr çıxılır. Modulca bölgü olanının işarəsini saxlayır. Doğru cavab B variantı. Növbəti 27-ci suala baxaq. 27-də deyir ki, y bərabərdir 3x çıxılsın 5. Xətti funksiyası üçün x bərabərdir mənfi 2 olduqda y-in qiymətini tapın. Yəni ki, x-in yerinə burada mənfi 2 yazacaq sadəcə. 3 vurulsun mənfi 2 çıxılsın 5. Bərabərdir. 3-ü mənfi 2-yə vuranda mənfi 6 çıxılsın 5. Bunlar da eyni işarələrdə toplanılır. İşarəsini saxlayır. Doğru cavab A variantı. Növbəti. 28-ci sual. Qonşu bucaqlardan biri digərindən 40 dərəcə böyükdür. Bir qonşu bucaq çəkirik. Əgər biri digərinə 40 dərəcə böyükdürsə, mən birinə alfa desəm, digərdə alfa plus 40 dərəcə olur. Və bilməliyik ki, qonşu bucaqların da cəmi 180 dərəcədir. Toplayanda 2 alfa bərabərdir. 40-ı atırıq sağ tərəfə, 180-dan 140 çıxılır, eləyir 140. X bərabər olur 70. Deməli, bucaqlarımın biri 70 oldu. Digərinə də 70 versəm, digər bucağımda 110 oldu ki, cəmi 180 olsun. Bizdən də kiçik bucaq soruşur. Kiçik bucaq olacaq 70 dərəcə. Doğru cavab A variantı. Növbətiyə baxaq. Deyir, tərəflərin uzunluğu 5 və 9 olan 3 bucaq var. Bir 3 bucaq çəkirik.
Belə çəkə bilərik. Uzunluğu 5 və 9 sm olan üçbucağın üçüncü tərəfinin uzunluğu tam ədədlə ifadə olunarsa, isə fərqli qiymət ala bilər. Deməli, burada üçbucaq bərabərsizliyindən istifadə etməlisən. Bax, qaydanı yazıram sənin üçün burada. A, B, X. Üçbucağın bir tərəfi böyük olmalıdır, digər ikisinin fərqinin modulundan, kiçik olmalıdır, digər ikisinin cəmindən. Bax, bu bizim qaydamızdır. İndi burada da üçbucağın bir tərəfi böyük olmalıdır, digər ikisinin fərqindən. Modula görə yazırıq ki, birdən də 5-dən 9 çıxanı mənfi alınsın. Alınsa əgər modulunu müsbətə çevirsin. Kiçik olmalıdır 9 üstəgəl 5-dən. Buradan da x böyükdür 9-dan 5 çıxanda 4, kiçikdir 9-un üstünə 5 gələndə 14. Deməli, x 4 ilə 14 arasında qiymətlər alır. Bunlar da hansılardır? 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Deməli, 9 dənə fərqli qiymət olur. Deyəsən, buna mən səhv demişdim orada. Amma 9 dənə doğrudur. Ola bilər texnik səhv edib 9 B variantı. Növbəti 9-cu suala baxaq. Bir elə. 30-cu sualda deyir ki, 2 paralel düz xəttin, 2 paralel düz xətt çəkək. Kəsənlə əmələ gətirdiyi daxili bir tərəfli bucaqlardan biri 55-dirsə, digərini tapın. Deməli, digərində alfa desək, daxili bir tərəfli bucaqların cəmdə hər zaman 180 dərəcədir. Buradan alfa bərabərdir. 55-i atırıq sağ tərəfə, 180-dən 55 çıxılır, cavab olur 125 B variantı. Bu belə. Növbəti 31-ci suala baxırıq. Tam yaxşı görsənmir, amma 3a kvadratı B kubudur yəqin ki, bölünsün 6a B üstü. Bir dəqiqə mən ona baxım telefonda. B üstü 5. 3a kvadrat B kubu 6ab üstü 5 vurulsun 4a kvadratı B. Burada 3 ilə 6 getdi 2 qaldı. 2 ilə 4 getdi 2 qaldı. A kvadratı ilə A getdi. 1 dənə A qaldı. B kubu ilə B üstü 5 getdi. 2 dənə B qaldı. 2 dənə B-nin də 1 getdi. 1 dənə B qaldı. Deməli, ümumi məxrəcdə B qaldı. Sürətdə 2 qalıb. Və buradakı A-nı vururuq digər A kvadratına. Eləyir A kubu. Və sürətdə də bir şey B qalmayıbdır. Məxrəcdə B qalıb. Cavab olur 2A kubu bölünsün B-yə. Doğru cavab B variantı. 32-ci suala baxırıq. 32. Deməli deyir ki, 2x kvadratı vurulsun 3x kubu çıxılsın x üstəgəl 5 ifadəsində x kubunun əmsalını. Biz bunu standart şəklə gətirək, sonra x kubunun əmsalını tapaq. Deməli 2x kvadratını 3x kubuna vuranda eləyir 6x üstü 5 çıxılsın 2x kvadratını x-a vuranda 2x üstü 3 üzərinə gəl 2x kvadratını 5-ə vuranda 10x kvadrat. Və burada görürük ki, x kubunun əmsalı mənfi 2-yə bərabərdir. Yəni, doğru cavab mənfi 2 olacaq. C variantı. Növbətiyə baxaq. Ənliklər sistemidir. 33-cü sual. Deməli, x üstəgəl y bərabərdir 7. 2x çıxılsın y bərabərdir 5. Tənliklər sistemindən deyir x və y tap. Deməli, tənliklər sisteminin toplama qaydasından istifadə eləsək, toplasaq tərəf-tərəfə, müsbət y ilə mənfi y əksəriyyətləri cəmi 0-dır. X ilə 2x-i toplayırıq 3x, 7 ilə 5 toplayırıq 12. X də bərabər 12-nin çəbində 4. Və gətirib birinci sistemdə x-in yerinə 4 yazsaq, üzərinə gəlb y bərabərdir 7, y də bərabər 4 atsaq sağ tərəfə çıxılır, 3 edir. X-imiz 4, y-imiz 3 elədi, yəni x bərabərdir 4, y bərabərdir 3. 4, 3, doğru cavab B variantı. 34-cü suala baxırıq. Deyir, üçbucağın 2 daxili bucağı, bir üçbucaq çəkək.
2 daxil bucağı 45 və 65-dir. 45, 65-dir. Deyir, 3-cü daxil bucağın dərəcə ölçüsündə. Bilməliyik ki, üst bucağın daxili bucaqlarının cəmi hər zaman 180 dərəcədir. Buradan alfa bərabərdir. 180 çıxılsın. 45 ilə 60-ın cəmi, yəni 110. Bu da bərabər olacaq 70 dərəcəyə. B variantı. Növbətiyə baxaq. 35-ci sual. Deyir, düz xətt üzərindəki 10 nöqtənin, yəni n bərabərdir 10. Əmələ gətirdiyi parçaların sayı şüaların sayının neçə faiz? Deməli, parçanın sayı düsturu bilməlisən. N vurulsun n-1 bölünsün 2. Əgər mən n-lərin yerinə 10 yazsam, 10 vurulsun, ondan 1 9, 9-u 2-yə bölük. 19-un 90 2-yə böləndə 45 parça. Şüaların sayı isə, şüaların sayı düsturu isə 2 ilə tapılır. Əgər n-i yerinə 10 qoysam, çünki 10 dənə nöqtə var, 2 vurulsun 10 bərabər olur 20 dənə şüa. Deyir, parçaların sayı şüaların sayının neçə faizdir? 2 ədədin faiz nisbətidir. 1 ədədin digərinin neçə faiz olduğunu tapmaq üçün birinci ədədi ikinci ədədə bölüb 100%-ə vurmaq lazımdır. 20 ilə 107, 5 qaldı. 5-i də 45-ə vururuq. 225% D variantı. 36-cı suala baxırıq. Diametri 10 olan, yəni D bərabərdir 10 cm olan çevrənin uzunluğunu tap. Deməli, çevrənin uzunluq düsturu diametrə görə pi D düsturu ilə tapılır. Pi vurulsun D-ni yerinə 10 yazırıq və pi-ni də bizə 3,14 veribdir. Vurulsun 10. Onluq kəsirin mərtəbə vahidinə vurulmasında tam vururuq, atırıq 0-a. 0-ın sayı qədər sağa sürüşürük. Eləyir 31,4 cm A variantı. Növbəti 37-ci suala baxırıq. 37. Deməli, 2 üstü 5 üstə gəl 8 üstü 2 bölünsün 16. 2-ni 5 dəfə özünə vursan 32 eləyir. 8-i 2 dəfə özünə vursan 64 bölünsün 16. Bunu da toplayanda 96 bölünsün 16 cavab eləyir 6A variantı. 37, 38-ə baxaq. 38-ci sualda deyir ki, 5A kvadratı B çıxılsın 10 AB kvadrat. Çoxhəllisini vuruqlara ayırın. Vuruqlara ayırmaq o demək ki, bunların hər ikisindən əbov tapmaq lazım. 5 ilə, bax, birinci əmsallara baxırıq. 5 ilə 10-a əbov 5-dir. A kvadratı ilə A-ya ortaq məxrəc A-dır. B ilə B kvadratını isə B-dir. Və mən bunları götürmüşəm, geri qalanları mötərizə içərisində edirik. Deməli, 5 gedib, B gedib, A-nın biri gedibsə A qalıb. Ondan 5-i götürmüşəm, 2 qalıb. A-nı götürmüşəm ümumiyyətlə, B kvadratından da 1-ini götürmüşəm, B qalıb. Yəni 5AB vurulsun, A çıxılsın 2B, doğru cavab A variantı olacaq cavabımız. Növbəti. Otuz doqquzuncu suala baxırıq. 39. Deməli, üçbucaq ABC və üçbucaq DEF. 2 dənə üçbucaq çəkək. Və bunun eynisini, kopyasını çəkək ki, çünki burada oxşarlıq olacaq, ona görə. Aha. Biri ABC üçbucağıdır. A, B, C üçbucağı. Digəri isə D, Y, F üçbucağıdır və kongruentdir. Kongruentdir nə deməkdir? Yəni oxşar tərəfləri, oxşar bucaqlar bərabərdir. Deyir, AB tərəfi bərabərdir DY tərəfinə. Sonra BC tərəfi isə bərabərdir YF tərəfinə. Və bucaq B bərabərdir bucaq Y-yə. Olarsa deyir, kongruentlik əlaməti doğrudur hansı qiymətində? Yəni, hansı kongruentlik əlaməti doğrudur? Burada nəydən bəhs edir? 2 dənə tərəfdən və bir dənə bucaqdan söhbət edir. Deməli, bu olub tərəf, bucaq, tərəf. Yəni, T, B, T-dən istifadə olunub, doğru cavab A variantıdır. Növbəti sonuncu suala baxaq. 40-cı suala. Deyir ki, A fərqlidir 3 olarsa, A kvadrat çıxılsın 9, bölünsün A çıxılsın 3 ifadəsini sayır. A fərqlidir 3 nə deməkdir? Yəni, A-ya 3 versək, məxrəc 0 ola bilər. Məxrəcdə 0 olmamalıdır. A kvadrat çıxı 9-u müxtəsər bulma üsuluna görə bir fərq bir cəm yazsaq, A çıxılsın 3,
A üstəgəl 3 bölünsün A çıxılsın 3. Və hər birisindən A çıxılsın 3-ləri ixtisar eləsək, qalır cavabımız A üstəgəl 3, doğru cavab B variantı. Bax belə.